Biz keçən dəfə 56-cı 51-ci sualda qalmışdıq. 51-ci sualdan davamını izah etməyə başlayırıq. Deyir 5,6 qram kalsium oksidi 994,4 ml suda həll etdikdə alınan məhlulda kalsium hidroksidinin kütlə payını hesablayın. Biz reaksiyamızı yazırıq. Kalsium oksid üzərinə gəlirik su, alınır kalsium OH2. Deməli, kalsium oksid 56 qramından 74 qram kalsium hidroksid alır. 5,6 qramından x. X bərabər olur 7,4-ə. Çünki 56-ya 74-dürsə 5,6-ya da 7,4 edəcək. Bəs məhlulum nə qədər idi? 5,6 ilə 994,4-ü toplayanda 1000 edir ki, məhlulumun kütləsi 1000-dir. 1000 qramında 7,4 qram maddəmiz varsa, vururam 100-ə, cavabımız da olur 0,74. Yəni A bəndi. Daha sonra keçək davamı. (52) 200 qram 20% natrium OH məhlulu hazırlamaq üçün neçə qram natrium hidrolu götürmək lazım? 200-ün 20%-ni tapdıqda görürəm ki, 40 qramdır. Deməli, 40 qram natrium OH almaq üçün nə qədər natrium hidrolu lazımdır? Bunu tapmalıyıq. Biz bilirik ki, natrium hidrolunun üzərinə su gəldikdə alınır natrium OH. Əmsallaşdırdıqda bura 2 düşür. Və reaksiyadan görürəm ki, 62 qram natrium hidroldan 80 qram natrium OH alınır. Bəs neçə qramından 40 qram alınır? 62-yə 80-dirsə, x-a 40-dırsa, x-imiz buradan çıxır 31, yəni B bəndi. 53-də tibdə istifadə edilən yod kristallik yodun spirtdə 5%-li məhluludur. Deməli, onda yodumuz 5%-dirsə, spirtimiz neçə faizdir? 95%-dir. 100-dən 5-i çıxırıq. 200-ün 95%-ni tapırıq. Bərabər olur 190 qrama. Deməli, spirtin kütləsi 190 qramdır. Sıxlığı isə 0,8-dir. Rhomuz 0,8-dir. Kütləmiz isə 190-dır. V-ni tapmaq üçün isə M-i rho-ya bölməliyəm. Yəni 190-ı bölürəm 0,8-ə. Bu zaman da cavabımız olur 237,5. 40%-li məhlulda suyun 1 moluna neçə mol natrium OH düşür? 100 qrama görə hesablayın. Təsəvvür edin ki, 100 qram məhlulun 40 qramı natrium OH-dır. Geriyə qalan 60 qramımız isə sudur. 40 qram natrium OH-ımız elə 1 mol edir. Bizə nə deyir? Suyun 1 moluna neçə mol natrium OH düşür? Deyirsən ki, 60 qram suyuma düşüb 1 mol natrium OH. Çünki 60 qram suyu götürdüm, 40 qram natrium OH-ı götürəndə 1 mol edir. Suyun 1 molu nə qədərdir? 18 qram. 18-ə isə x imiş. 60-a 1-dirsə 18-ə x-dır. Buradan da x bərabər olur 18 böl 60. Bu da eləyir 0,3. Yəni 0,3 düşür 1 mol. 56. 80 qram kükürt trioksidi suda həll etdikdə 200 qram sulfat turşusu məhlulu alınır. H2SO4-ün kütlə payını tapın. Biz bilməliyik ki, 1 mol SO3-dən elə 1 mol sulfat turşusu alınır. Baxın, SO3 üstə gəlinsin su, alınır H2SO4. Düzdür. O deməkdir ki, 80 qramından elə 98 qram alınacaq. 98 də ümumi məhlulun, yəni 200-ün neçə faizidir? 98-i bölürəm 200-ə, vururam 100-ə, olur 49%. Gəldik 56-ya. 800 qram 20% natrium hidroksid məhlulunu tam neytrallaşdırmaq üçün neçə qram sulfat turşusu məhlulu lazımdır? 800-ün 20%-i edir 160. 160 qram natrium OH-ımız 4 moldur. Biz bilirik ki, hidrogenlərin sayı ilə OH-ın sayı bərabər olmalıdır. 4 mol natrium OH-da nə qədər OH var? 4 dənə OH var. Deməli, sulfat turşusunda da 4 dənə hidrogen olmalı.
Sulfat turşusunun 4 dənə hidrogen olması üçün sulfat turşusunu 2 mol götürməliyəm. O da eləyir 196 qram. Gəldik 57-yə. Reaksiyanı yazırıq. Burada deyirik ki, 100-ün 17% 17 qram gümüş nitrat eləyir, 100-ün 30% 30 qram natrium klor eləyir. Siz bilməlisiniz ki, reaksiyada 170 qramı ilə, bax, reaksiyada 1 mola 1 mol. 170 qramı ilə 58,5 reaksiyaya girir natrium klor. Biz amma gümüş nitrat 17 qramdır. 17 qramı ilə nə qədər girəcək? 5,85. Amma mənə natrium kloru nə qədər verib? 30 qram verib. Deməli, 30 qramın 5,85 qramı reaksiyaya girəcək. Qalanı artıq qalacaq. Deməli, natrium klor məhdulda artıq qalır. Amma gümüş nitrat tamamilə sərf olunur deyə üstündən xətt çəkirik. Deməli, biz bu tip suallarda məhdulda artıq qalanı və reaksiya nəticəsində alınan suda həll olan duzu götürməliyik. Gümüş klor qabın dibinə çökür deyə onu çıxırıq. Amma natrium nitrat məhdulda qalır deyə onu götürürük. Bizə də sual verir ki, hansı maddələr məhdulda qalar? Natrium klor və natrium nitrat, yəni D bəndi. Natrium hidroksidin mol sayının suyun mol sayından 2 dəfə az olan məhdulda məhdulu hazırlamaq üçün 72 qram suya neçə qram natrium lazımdır? 72 qram suyumuz neçə moldur? Əvvəl onu taparam. 18-i 72-ni bölərəm 18-i eləyir 4 dəfə. Deyir ki, natrium OH-ın mol miqdarı suyun mol miqdarından 2 dəfə az olmalıdır. Suyumuz 4 moldursa, deməli natrium OH-ım 2 mol olmalı. 2 mol natrium OH-ın da kütləsi 80 qramdır. Sulfat turşusu molekullarının sayı su molekullarının sayından 2 dəfə çox olan məhlul hazırlamaq üçün su molekullarının sayı ki, bizə veribdi ki, 29,4 qram sulfat turşusu, 29,4 qram sulfat turşusu 0,3 moldur. Sulfat turşusu molekullarının sayı su molekullarının sayından 2 dəfə çox olan məhlul hazırlamaq üçün. Heç bir şey. Sulfat turşusu 0,3 moldursa, onda suyumuz ondan 2 dəfə az olmalı da. Nə qədər olmalıdır? 0,15. 0,15-i də 18-ə vurduqda cavab eləyir 2,7 qram. Sonra gəlirik 60-cı suala. 60-cı sualı diqqətlə qulaq asaq, bu tip suallar çox düşür. Sualda deyirik ki, əvvəlcə biz 55,6-nı hələ görmürük. Bizim ilkin məhdulumuz elə bilin ki, bu kristal hidratdır. İlk öncə kristal hidratın tərkibindəki barium klorikini tapmalıyıq ki, sonraki mobil məhdulda su əlavə ediləndən sonraki məhdulda kütlə payını tapa bilək. Deyirik ki, kristal hidratın 1 molunun kütləsi nə qədərdir? 244. 244 qramında nə qədər barium kloriki var? 208 qram var. Onda 24,4 qramında nə qədər olacaq? X. X də bərabər olur 20,8-ə. O deməkdir ki, barium klorikim 20,8-dir. Bəs məhlulum nə qədərdir? 24,4 kristal hidrat idi. 55,6 da əlavə eləmişəm. Onda cəm neçə olasıdır? 24,4-ün üstünə 55,6 gəldikdə cavabımız olur 80. Deməli, məhlulum 80-dir, amma həll olan maddəm 20,8-dir. 20,8-i bölürük 80-ə, vururuq 100-ə. Bu da eləyir 208 böl 8. 208-i də 8-ə böləndə 2 dəfə, qaldı orada 48, 26. Yəni D bəndi. Eynilə 61 də belədir. 61-də də deyirik ki, 286 qramımızda 106 qramdırsa,
14-13 qramımızda nə qədərdir? X. X də bərabər olur neçəyə? 55,3-ə. Deyirik ki, natrium karbonatının kütləsi 5,3 imiş. 14,3-ün üstünə 85,7 gələndə məhlul olur 100. 5,3 qram maddədirsə 5,3-ü bölürük 100-ə, vururuq yenə 100-ə. Cavab da olur elə 5,3. Gəldik 62-ci sualımıza. Deyir 800 qram 30%li məhluldan su buxarlandıqdan sonra onun kütləsi 600 qram olmuşdur. Alınan məhlulda həll olan maddənin kütlə payını tapın. Burada su buxarlanıbdır, amma maddənin kütləsi dəyişməyibdir. 800-ün 30%-i maddədirsə, yəni 240 qramı. 600 qramın tərkibində də elə 240 qram maddə var. Çünki burada su buxarlanıb, maddənin kütləsi dəyişməyibdir. Ona görə də 240-ı bölürük 600-ə, vururuq 100-ə. Cavab eləyir 40%. 63. Deyir ki, 300 qram 2%li natrium klorid məhlulunu 150 qram qalana qədər buxarlandırdıqdan sonra alınan yenə eyni şeydir. 300-ün 2% eləyir 6 qram. Yenə məhlul 150 qram qalıbdır. Burada maddənin miqdarı dəyişməyibdir deyə 6-nı bölürsünüz 150-yə, vurursunuz 100-ə. Qısaca burada cavabımız olur 4%. 64-ə baxırıq. 227 qram 10%li xlorid turşusu məhlulunda əlavə olaraq 44,8 litr hidrogen xlorid əldə olunarsa, alınan məhlulda xlorid turşusunun kütlə payını tapın. Əvvəlcə xlorid turşusunun kütləsini taparam. 227-ni vuraram ona, bölərəm 100-ə. Deməli, mənim əlimdə 22,7 qram H-xlor var. Və mən bura 44,8 litr, yəni 2 mol H-xlor əlavə eləmişəm. 2 molunun kütləsi də 73 qramdır. Onda mənim H-xlorum olubdu 95,7. Məhlulum isə olubdu 73 üstünə gələndə 300. İndi məndən kütlə payını istədiyinə görə 95,7-ni bölürəm 300-ə, vururam 100-ə. Cavabımız da burada olur. Neçə? 3, 57-də 3, 1, 9. 31,9. Yəni A bəndi. 65. 200 qram 20%li kalium OH məhlulunda 50 qram kalium OH həll edildikdə alınan məhlulda həll olan maddənin kütlə payını hesablayın. 200-ün 20%-ni tapıram, 40 qram kalium OH eləyir. Deməli 40 qram kalium OH-ım var, məhlulum isə 200-dür hələ ki. Bir bura 50 qram duz əlavə eləmişəm. 50 qram duz əlavə eləmişəmsə duzun da üzərinə 50 gəlirəm, məhlulun da üzərinə 50 gəlirəm. Nəticədə olur 90 bölünsün 250, vurulsun 100. Bu da neçə edir? 50 ilə ixtisar eləsəm bura 5 qalır, bura 4 qalır, 18-i də deməli, bura 5 qaldı, bura 2 düzürü sayı. 90-ı da 5-ə böləndə 18, 18-i də 2-yə vuranda 36. Yəni cavabımız 36 edir. Gəldik 66-ya. Sıxlığı 0,8 qram bölü litr olan 10 milli etil spirtini 92 milli suda həll etdilər. Əvvəlcə biz etil spirtinin kütləsinin nə qədər olduğunu taparıq. Sıxlıq verilib, həcm verilib, deməli kütləni tapmalıyam. M bərabərdir ρV düsturuna əsasən 0,8-i vururam ona. Deməli, burada 8 qram etil spirt var. 8 qram etil spirtin üzərinə də 92 qram su gəlirəm. Onda ümumi olur 100 qram. Etil spirtim 8-dir deyə 8-i yazıram. 8-i bölürəm 100-ə, vururam 100-ə yenidən. Faizini tapmaq üçün cavab elə olur 8. Daha sonra gəldik 67-ci sualı. 800 qram 10%li məhlul hazırlamaq üçün neçə qram 40%li məhlul və su lazımdır? 800-ün 10%-i 80 qram edir. Düzdür. Bizə də deyir ki, 800 qram 10%li məhlul hazırlamaq üçün neçə faizli 40%li məhlul lazımdır? İlk öncə biz bilməliyik ki, bizim 80 qram maddəmiz olmalıdır. Hardan bildim? 800-ün 10%-ni tapdım.
Deməli, siz fikirləşməlisiniz ki, mən neçə qram 40% məhlul götürüm ki, tərkibində 880 qram maddə olsun. Deyirsiz ki, 40% nə deməkdir? 100 qramında 40 qram maddə var deməkdir. İndi mən məhlulu nə qədər götürməliyəm ki, onda 80 qram maddə olsun. Deməli, mən məhlulu götürməliyəm 200. Ümumi də 800-dür axı. 200 qram məhlulu götürdümsə, deməli suyu nə qədər götürməliyəm? 600 götürməliyəm. Ona görə doğru cavabımız olur A bəndi. Duzun həll olunma əmsalı bərabər olarsa, düsturumuz omega bərabərdir. KH bölünsün KH plus 1000. Yəni 3000-i bölürəm 3000 plus 4000-ə. 1000-ə. Ümumi 4000 eləyir. 3000-i də 4000-ə bölüb vuranda cavab olur 75%. Doymuş məhlulda kütlə payı 75% olan duzun həll olma əmsalını tapın. Bu düsturda yerinə qoyun. 75 bərabərdir. KH bölünsün KH üstə gəlinsin 1000. Buradan da bu düsturdan da tapacaqsınız ki, KH bərabərdir 75 KH üstə gəlinsin 75.000. Oradan da cavab alınır nə? 70. Aha, vurulsun 1000 yaddan çıxdı. Burada da 1000 KH olur. Bu cavabı aldıqdan sonra da əslində ixtisar da eləyə bilər. Amma eybi yoxdur. 1000 KH-dan 75 KH çıxırıq. Şimdi nə qədər olduğunu gəlin hesablayaq. Bunun başlayalım. 1000-dən 75-i çıxdıqda qalır 925. 7500-ü də 925-ə böləndə nəysə belədir ki, biz bu düsturda ki, bu alınmaz. Sən niyə? Burada 100-ə vurdu. Niyə 1000-ə vurdu? Kütlə payını da 100-ə vurdu. 100-ə də vuranda burada 100 KH eləyir. 100 KH-dan da 75 KH çıxanda qalır 25 KH bərabərdir 500-ə. Bu zaman da onda KH bərabər olur. 7525-ə böləndə 3000. Yəni cavabımız olur 3000. Daha sonra bunları bildik və yaxud da bunu necə yaza bilərsiniz uşaqlar? Bu düsturda biraz belə uzun-uzadı deyirsinizsə, ən kimi düzgün hesablamaya bilməyəcəksinizsə, düsturda yerinə qoyub hesablaması çətin gəlirsə, nə edirsiniz? Siz fikirləşməlisiniz ki, 100 qram məhlulun 75% deməli duz imiş. Geriyə qalan 25 qramı isə su imiş. 75-i bölürsünüz 25-ə vurursunuz 1000-ə. 75-i 25-ə 3 dəfə, 3-ü də 1000-ə vuranda 3000. Cavab olur 3000. Bu qədər bəsit. Doymuş məhlulda kütlə payı. Gəlin heç bunu düsturdan eləməyək. Yenə bu üsulla ilə ya düsturda yerinə qoyursunuz, ya da deyirsiniz ki, 63%-dirsə 60-ı bölürəm 40-a, vururam 1000-ə. Bu da eləyəsidir. 3, 500, 1500. Y variantı. 71-ə gəldik. Su molekulunu istəyir. 100-ün 64% sulfat turşusudursa, yəni 64 qramı sulfat turşusudursa, suyumuz nə qədərdir? 100-dən çıxdım 64-ü. Qaldı 36. 200-ün 28%, yəni 56 qramı sulfat turşusudursa, suyumuz nə qədərdir? 200-dən çıxıram 56-nı, 144. 144 ilə 36-nı toplayanda eləyir 180 qram. 180 qram su neçə moldur? 10 moldur. 10 da Avogadroya vuranda cavab olur C bəndi. 72 də bunun kimidir. Artıq 72-ni özünüz yazarsınız. Deməli, mən burada bəzi sualları qoyacağım ki, siz mənə təkrar olaraq yazıb atırsınız. Görək kimlər videodan baxıb bunları bilib. 72-ni yazıb atarsınız. Eyni ilə 71-dəki kimidir. İndi bəzi sualları belə edəcəm. Görək kimlər videoya tam baxıb. Gəldik 73-ə. Məhlulu 40% götürmüşük.
məhlulun və ona əlavə olunan suyun kütlə nisbəti 1-in x-adır. Alınan məhlul isə 10%-dir. Deməli, məhlulun bunu iki cür eləyəcəyik. Bir düstur kimi, bir də adi qaydada. Deyirik ki, məhlulumuz 40%-dirsə, bu o deməkdir ki, 100 qram məhluldur. Onun 40%-i maddədir. İndi mən buna əlavə olunan suyu bilmirəm. Əlavə olunan suyu götürürəm A qədər misal üçün. Onda omeqam nəyə düşəcək? Maddəm 40 qramdır axı. 40 bölünsün. Məhlulum 100 + A olacaq, çünki su əlavə eləmişəm. Vurmuşam 100-ə bərabər olubdur 10-a. Elə bil ki, məhlulum 100 idi, A qram su əlavə elədim deyə üstünə A gəldim. Duzum isə sabit qaldı. Sonra buradan tapıram ki, 400 bərabərdir 100 + A-ya. Onda A da bərabər imiş 300-ə. Deməli, mən məhlulum 100 idi. Bura 300 qram su əlavə eləməliyəm ki, 10% məhlul alınsın. O da nisbət neçəyə neçə olur? 1-in 3-ə. Yəni, x-imiz 3 imiş. Sonra yenə 40% məhluldur. Bu dəfə isə 10-a bərabər deyil, 4-ə bərabər. Buradan tapıram ki, 10-a bərabər deyil, 4-ə bərabərdirsə, 400 + A bərabərdir 4A daha doğrusu bərabərdir 4000. Onda 4A bərabərdir 3600. A da bərabərdir 900. Deməli, 900 qram su əlavə eləməliyəm. Nisbət də olur 1-in 9-a, yəni C bəndi. Daha sonra və yaxud da bizim belə bir düsturumuz var idi, yadınızdadırsa. Omega son bərabərdir M1 omega 1 üstə gəlinsin M2 omega 2 bölünsün M1 + M2. Düzdür. Siz indi burada bilməlisiniz ki, tak. Mənim omega sonum neçədir? Birinci 73-ə görə deyəndə 10-dur. Yerinə 10 yazıram. M1-imi bilirəmmi? Yox, bilmirəm. M1 yazıram. Amma omega 1-im 40-dır deyə vurulsun yazıram. Üstə gəlinsin. Suyun kütləsini bilirəmmi? Xeyr, M2 yazıram. Amma mən burada suyun qatlığını 0 götürürəm. Çünki suyun tərkibində duz yoxdursa, onun kütlə payı 0-dır. Vurulsun 0 yazıram omega 2. Bölürəm M1-lə M2-nin cəminə. Bu zaman alınır ki, 0-dır deyə. 40 M1 bərabərdir 10 M1 üstə gəlinsin M2-yə. Buradan da olur ki, 30 M1 bərabərdir. Burada 10 M2-ni yazmadım. 10 M2-ni də yazsın. 10 M2-yə. Düzdür. Sıfırları atıram. Qalır 3-ün 1-ə. Yəni M1. M2 3 imiş. M1 isə elə 1-dir. Nisbəti də olur 1-in 3-ə. Yəni bu cür də eləyə bilərsiniz. Suyun qatlığını 0 götürüb həll edirsiniz. Həmçinin 74-də. Bu düstur əsasında 74-ü də yazıb atarsınız. Sonra gəldik davamına. A və B qablarında hər birində eyni həcmdə fluorid turşusu məhlulu var. Məhlullarda H-xlorun kütləsi müxtəlifdirsə, məhlullar üçün hansı ifadələri doğrudur? H-xlorun kütləsi müxtəlifdirsə, onların qatlıqları da mütləq müxtəlifdir. Çünki qatlıq C bərabərdir νV-dir. Kütlə fərqlidirsə, deməli mol miqdarı da fərqlidir. Mol miqdarı fərqlidirsə, qatlıqları da fərqlidir. Qələmlərlə reaksiyaya daxil olur? Bəli. Çünki hər ikisi H-xlor məhluludur. Sıxlıqları eynidir? Xeyr. Kütlə fərqlidirsə, sıxlıq da fərqlidir.
Həmçinin 76-da da eyni həcmdə saxaroza, saxarozanın kütləsi fərqlidirsə, sıxlıqları da müxtəlifdir. Qatlıqları eynidirsə yanlışdır, müxtəlifdir. Kimyəvi xassələri eynidir, bəli, eynidir. Gəldik 77-yə. Qabdakı suda doymamış məhlulun qatlığını artırmaq üçün nə etmək lazımdır? Deyirik ki, baxaq. Qablardakı suda doymamış məhlulun qatlığını. Birinci qabdakı məhlulu qızdırmaq. Yanlışdır. Mən birinci məhlulda NH3-ü qızdırsam, NH3 adi şəraitdə qaz halında olan maddədir deyə uçub gedəcək. Ona görə qızdıra bilmərəm. İkinci qaba natrium OH əlavə etmək. İkinci qaba natrium OH əlavə eləsəm, həll olan maddəni əlavə eləyəndə artacaq. Ona görə 2 artır. Üçüncü qaba ümumiyyətlə su əlavə eləyəndə həmişə azalır. Burada deyir ki, artırmaq lazımdır, yalnız 2. Qablardakı suda doymuş məhlulunu artırmaq üçün nə etmək lazımdır? Birinci qabdakı məhlulu qızdırmaq 78-də yanlışdır. Çünki qızdırsam H-klor uçub gedər. Su əlavə eləsəm kütlə payı azalar. Natrium klor əlavə eləsəm artır. Yalnız 3. 79. Kütlə payı 20-dən 10-a düşübsə, azalıbsa, mütləq sürətdə. Mən bura duz yox, su əlavə eləmişəm. Kütlə payı azalırsa, deməli su əlavə eləmişəm. Nə qədər su əlavə eləmişəm? 320% 60 qram maddədir. Suyu əlavə eləyəndə sadəcə məhlulun üzərinə gəlirik. Çünki duzluq dəyişmir. Yəni 60 bölü 300 plus x vurulsun 100 bərabər imiş 10-a. Buradan da hesablayırsınız ki, neçə edir. Yəni 80-i də bu qaydada yazarsınız. 82-ni də yazıb atarsınız. 81-də isə deyirik ki, 10 qram x duzudur, 40 qram sudur. Kütlə payını tapır. Məhlul olur 50, duzum 10-dur. Eləyir bu 20%. 20-nin üstünə 80 gəlirəm 100. Həll olan maddəm 20-dir deyə bu da eləyir 20%. 80-nin üstünə 320 gəlirəm 400. Həll olan maddəm 80-dir deyə bu da eləyir 20%. Kütlə payları nədir? Bərabərdir. Ona görə yerlənir. Keçdik digər səhifəyə. Deyir, həll olunma əmsalı x-dır. Doymuş məhlulun kütlə payısı omeqadır. Omeqanı müəyyən edin. Omega nəyə bərabərdir? Həll olunma əmsalı, yəni x bölünsün x plus min vurulsun 100. Bu da eləyir 100x bölünsün x plus min. Yəni B bərabər. Həll olunma əmsalını deyirsə, düsturda yerinə qoyub tapın. Elə yazdığımız düsturdur. Buradan omeqanı tapılmış olur 100x bərabərdir. Omega vurulsun x plus min. Düzdür. Çarpaz vururuq da. İndi buradan omeqanı tapanda neyniyəcəyik? Omeqanı yox, x-i tapanda. X-i tapanda heç bir şey yazırıq 100x bərabərdir. Omega x üstə gəlsin. Omega vurulsun minə. Düzdür. X-ləri bir tərəfə keçirdirik. Onda olacaq 100x çıxılsın omega x bərabərdir 1000 omegaya. Burada da x-ləri mötərizə xaricinə çıxarsam olacaq x vurulsun 100 minus omega bərabərdir 1000 omega. Onda x-i tapanda da x bərabər olur 1000 omega bölünsün 100 minus omega. Yəni doğru cavabımız olur
Deməli, 24 qram kükürdün 200 milli benzolda həll olmasından alınan məhsulda kükürdün kütlə payını. Deməli, 24-ü yadda saxlayırıq ki, kükürdün kütləsidir. Mənə məhlulun kütləsi lazımdır. Məhlulun həcmi verilib, sıxlığı verilib. Kütləsini tapa bilərəmmi? Bəli. Rho V, M bərabərdir Rho V düsturuna əsasən. 0,88-i vururam 200-ə. Bu da eləyir 88, 88, 176. 24 də 176-nın neçə faizidir onda? 24 də 76-nın görək neçə faizidir? 'Niyə bölünmədi ki? 24 qram kükürdün 200 milli məhlulda, 200 milli benzolda sıxlığı bu qədərdir həll olmasından. Hə, üzrü sayın uşaqlar, nəyi səhv eləmişik? Burada benzolun sıxlığını veribmiş. Mənim bu tapdığım 176 qramın benzolun kütləsidir. Deməli 176 qram benzolum var, yəni həll edici maddə. 24 qram da həll olan maddəm var. Buna görə 176-nın üstünə 24 gəlirəm. Ümumi məhlulu tuturam 200. 200-də nə qədər kükürt var? 24 qram kükürt var. 24-ü də bölürəm 200-ə, vururam 100-ə, eləyir cavab 12%. 86-nı zəhmət olmasa yazıb atırsınız. 87-ni, 88-i mən deyirəm, 89-u yazıb atırsınız. 90 bayaqdan izah etdiyim məsələlər kimidir. 90-ı yazıb atırsınız. 91-i mən deyərəm. Gəldik 87-yə. Yadınızda saxlayın hər zaman, lap lazımdırsa əzbər yadda saxlayın. 2 məhlulu bir-biri ilə qarışdıranda bu formada yəni məhluldakı maddələrin mol miqdarları bərabər olur. Kütlələri bərabər olur, amma sıxlıqları heç vaxt bərabər olmur. Buna görə doğru cavabımız 1 və 2-dir. 3 hissəyə bölünmüş qabın hər bir hissəsində şəkildə verilmiş miqdarda X maddəsi əldə edilir. Tıxaclar asıldıqdan sonra hansı hissələrdəki məhlulun qatlığı artar? Kütlə payı az olanda artar, kütlə payı çox olanda isə azalır. Bir kütlə payını hesablamalısınız. 100, 100, 200, 100, 200-ün neçə faizidir? Bura 50%dir. 50 ilə 50 olanı da yenə 50%dir. 50 ilə 50-ni toplayıram 100, 50 100-ün neçə faizidir? 50%dir. 18 ilə 54-ü toplayanda eləyir 72, 18 72-nin neçə faizidir? 4də 1, 25% eləyir. Düzdür. Bu o deməkdir ki, az olan hissədə, yəni 25-də kütlə payı artacaq, 2 ilə 3-də isə azalacaq. 89-u yazıb atırsınız, 90-ı yazıb atırsınız. 91-ə baxın. 80-in 20%li mis sulfat məhlulu hazırlanmaq üçün neçə qram mis sulfat korsu, yəni məhlulu kristal hidratı götürmək lazımdır? 80-in 20% eləyir 32 qram. Deməli, mən kristal hidratı elə götürməliyəm ki, onun tərkibində 32 qram mis sulfat olsun. Deyirsən ki, 250 qramında 1 mol, yəni 160 qram var. Bəs neçə qramında 32 olar? Buradan da X-i tapırsınız ki, 5 dəfə az, yəni 50 götürməliyik. Yox. 250, 160, 32. 5 neçə dəfə az? 50 eləyir də cavab. Nəyisə hesabladıq ki? 80-in 20%-i, 80-in 20%-i 32 eləmir. 16 eləyir. Bir sualda
32 eləyir, ağlımda da elə qalıbdı, 16 eləyir. X də burdan elə çıxır 25 C bəndi. Gəldik 62-yə. Doğru ifadəni müəyyən edin. Həll olan maddənin kütləsi dəyişmir. Baxaq, bu nöqtədə 100-ün 20%, 20 qram maddədir. Bu nöqtədə isə 200-ün 10%, yenə 20 qram maddədir. Bəli, dəyişmirmiş həqiqətən. Həll olan maddənin kütləsi dəyişmirsə, amma məhlulun kütləsi artıbsa, deməli bura su əlavə edilibdir. Məhlula həll olan maddə əlavə edilmişdir. Xeyr, yanlışdır. Gəldik 93-ə. Qrafikdə müxtəlif məhlullarda suda həll edilmiş duzun kütləsi ilə duzun məhluldakı kütlə payı arasında asıllıq verilmişdir. Məhlulda həll olan maddənin kütləsi A qram olarsa, suyun kütlələri arasındakı münasibəti müəyyən edin. Omegası çoxdursa, deməli suyun miqdarı azdır. Yəni burada duz eynidir hamısında. Omegası çox olanın suyu azdır. Omegası az olanda isə su çoxdur. Ona görə 3 böyükdür 2-dən, o da böyükdür 1-dən. Yəni cavabımız olur B bəndi. Gəldik 94. Də qarışdırılan məhlulların kütləsi və həll olan maddənin kütlə payı. Deyirik ki, qarışdırılan maddənin kütləsi M1-i bura yazırıq. M2-ni bura yazırıq. M1-in qarşısına yazırıq omega 1-i. M2-nin qarşısına yazırıq omega 2-ni, omega 3-ü də ortaya. İndi omega 1 omega 3-dən kiçikdir deyə diaqonal istiqamətində aşağıya düşəcək omega 3 çıxılsın omega 1. Diaqonal istiqamətində yuxarıya isə omega 2 böyükdür deyə omega 2 çıxılsın omega 3. M1 deməli onda omega 2 çıxılsın omega 3-dür. M2 isə omega 3 çıxılsın omega 1. Bizə də M1-in M2-yə nisbətini istəyir deyə olacaq omega 2 çıxılsın omega 3 bölünsün omega 3 çıxılsın omega 1. Yəni A bəndi. Keçək davamına digər səhifəyə. Uşaqlar 100-ə qədər gələcəm. 100-dən sonrasını da sabah video izah edib atacağım sizə. O biri gün eləyəcəm. Belə bitirəcəyik. Amma bura qədər elədiklərimin hamısına bir-bir baxıb mənə izahını atmalısınız. 2 yazmışıq. Harda qaldıq biz? 94-95. Müəyyən temperaturda həll olunmayan misalı 1000 qram bölü litr olan duzun x qram doymuş məhluluna həmin temperaturda neçə qram su əlavə etmək lazımdır ki, 40% məhlul alınsın. Həll olunmayan misalım 1000-dirsə, mən buradan omeganı tapa bilərəmmi? Bəli. Omeqam bərabər olacaq 1000 bölünsün 1000 plus 1000-ə. Yəni eləyəcək 50%. Deməli, x qram doymuş məhvuldursa, onun 0,5x-i duzdur, 0,5x-i sudur. İndi mən bu 0,5x-in üzərinə nə qədər su əlavə eləməliyəm? Y-dən işarə edirəm. Məhlulum isə x-dir axı. Duzum isə 0,5x, çünki omegam 50% çıxdı. 0,5x-i bölürəm x plus y-də, yəni əlavə elədiyim suyu üzərinə gəlirəm, vururam 100-ə. Bərabər imiş 40-a. İndi buradan da tapırıq y neçə x-ə bərabər. 5x bərabərdir 4x plus 4y-də. Buradan da tapıram ki, x bərabərdir 4y-də, y isə bərabərdir 0,25x-a, yəni cavab olur Y bəndi. Digər 96-da qızdırdıqda x-in məhlulunun qatlığı azalır.
X-in məhlulunun qatlığı azalırsa, bu o deməkdir ki, burada qaz həll edilibdir ki, o uçub gedir deyə azalır. Yəni H-xlor ya da NH3 ola bilər. Y-in məhlulunun qatlığı artıbsa, deməli burada duz həll edilibdir ki, yəni su daha tez qaynayıb çıxıb gedir. Həmin variantımız da olacaq H3PO4. Çünki ortofosfat turşusunun məhlulunda su tez gedəcək, H3PO4 qalacaq və su gedir deyə məhlulun kütlə payı da artmış olacaq. 97-də alınan məhlulda natrium karbonatının kütlə payını hesablayın. Deməli, 1 mol natrium karbonat nə qədər natrium karbonat var kristal hidratda onu tapaq. Ümumi kütlə A-dır, suyum 10 mol, yəni 180 qramdır. Mən A-dan 180-i çıxsam tapacam nəyi? Natrium karbonatın kütləsini, düzdür? Natrium karbonatın kütləsini tapdıqdan sonra mənim ümumi məhlulum nə qədər olacaq? Kristal hidratım A qramdır, B qramda su əlavə eləmişəmsə A plus B. Ona görə də deyirik ki, A minus 180 bölünsün A plus B vurulsun 100. Yəni A bənd. 400 qram 10% kalium OH məhlulu üzərinə neçə qram kalium OH əlavə etmək lazımdır ki, 400-ün 10%-i 40 qram eləyir. 40-ın üzərinə mən onda X gəlmişəm. Həm də ki, məhlulun da üzərinə gəlməliyəm maddəni 400 plus X. Vurmuşam 100-ə, bərabər olubdur 40-a. Buradan X-i tapırsınız. 99-da 200-ün 10%-i natrium OH məhluluna neçə qram 40% natrium OH məhlulu əlavə etmək lazımdır ki, 30% məhlul alınsın. M1-imizi verib, omega 1-imizi verib. Omega 2-mizi verib, M2-mizi verməyib, M2-mizi soruşur. Burada yazacağım ki, 200 vurulsun o. Üstə gəlinsin. 40 vurulsun M2. Bölünsün 200 plus M2. Bərabər imiş 30-a. Buradan da M2-ni hesablayıb tapırsınız. 196 qram 10% sulfat turşusu məhlulu almaq üçün 4-6 oksidi neçə qram suda əldə etmək lazımdır? 196 qram 10%-dirsə, yəni 19-16 qram sulfat turşusu almaq üçün. Bayaq da qeyd elədiyimiz kimi mola mol gedir. 80-dən 98 alınırsa, neçədən 19-16 alınır? X də bərabər olur 16. Düzdür. Deməli, mənim SO3-üm 16 qramdırsa, bəs suyum nə qədər olmalıdır? Ümumi cəm olmalıymış 196. 196-dan da 16-nı çıxıram, geriyə qalır 180 qram. Və dediyim nömrələri yazıb atın mənə.